Salam, siyasi bağış verilişi efirdədir. Bugünkü qonağımız siyasi şərhçi Əlmusa İbrahimovdur. Əlmusa müəllim, xoş gördük. Bilirsiniz ki, ötən gün Rusiya tərəfi Ukraynaya qarşı geniş şəkildə PUA hücumları, raket hücumları həyata keçirdi və bu müstəvidə Rusiya İstanbulda yenidən Ukrayna danışıqlarının aparılmasında maraqlıdır, atəşkəsdə maraqlıdır və artıq bu gün də Donald Trump, ABŞ prezidenti Putinin dəlilik etdiyini vurğuladı. Hətta belə bir kütləvi hücuma, raketlərlə hücumlarla təbii ki, Trump'ı çox məyus edib. Demək olar ki, Vladimir Putin və Donald Trump hələ də deyir ki, Vladimir Putinlə mənim səmimi dostluğum var, münasibətim var, amma onun bu hərəkəti dəlilidir və atəşkəs istəmir. Necə baxırsınız? Putin atəşkəs istəyir yoxsa yox və Donald Trump Rusiyaya qarşı sanksiyalar genişləndirəcəkmi? Çox maraqlıdır ki, təxminən 2-3 həftə bundan qabaq Amerika Birləşmiş Ştatlarının prezidenti və onun ətrafında olanlar, xüsusən də ki, Marco Rubio və Vance bəyan edilər ki, biz, o cümlə Trump da bəyan edilər ki, Rusiya ilə danışıqlar nəticə verməsə, biz vasitəsizlikdən əl çəkəcəyik. Yəni, vasitəsizlikdən geri oturacaq və Rusiya ilə Ukrayna özləri sonra həll etsinlər. Necə həll edirlər, etsinlər. Və danışıqların bir partiyası getdi və o cümlədən Donald Trump'la Putin arasında telefon söhbəti oldu və bu da bir nəticə vermədi. Amma Donald Trump və Amerika Birləşmiş Ştatları tərəfi vasitəçisindən imtina etmələri barədə rəsmi bəyanat vermədilər. Rəsmi bəyanat vermədilər. Bu nəyi göstərir? Bu onu göstərir ki, baxmayaraq onlar danışıqlarda nəticə əldə olunmasına ciddi cəhdlə çalışırlar və bu nəticə əldə olunmur. Amma istənilən halda Donald Trump hələ yenə də ümid edir ki, nə vaxtsa Putin masa arxasına gələr, yaxud da ki, Putin ürəyi yumuşalar, danışıqlara gedər. Və Donald Trump bəyan etdiyi kimi danışıqlar vasitəsindən əl çəkmək fikri, yaxud da ki, əl çəkmək hərəkəti etmir, hələ ki. Və bu nədən irəli gəlir? Ondan irəli gəlir ki, həqiqətən Amerika Birləşmiş Ştatları prezidenti çox ciddi şəkildə Rusiya və Ukrayna arasında atəşkəsin əldə olması da maraqlıdır. Sizcə Donald Trump'ı Rusiya KGB-sinin adamı hesab edirlər. Bu doğrudur. Bilirsiniz necədir? Bu sadəcə Donald Trump'a qarşı olan qüvvələr və o cümlədən Donald Trump'ın Rusiya ilə münasibətlərin bu səviyyədə yüksəkdə olmasından çıxış edərək bəyanat verirlər ya iddia qaldırırlar. Amma mən düşünmürəm. Ona görə ki, Donald Trump'ın Rusiya ilə münasibətləri yumuşatmağın motivləri təkcə o Rusiya KGB-si ilə işləməsilə əlaqədar olan deyil. Sadəcə bu Amerika Birləşmiş Ştatlarının xarici siyasətini bugün Rusiya ilə yaxınlaşmaqda görür. İndi məqsədi təbii ki, müxtəlif versiyalar irəli sürürlər. Çinlə münasibətləri yumuşaqlaşdırmaq, yaxud da ki, Rusiyanı Çindən uzaqlaşdırmaq, öz tərəfinə çəkmək kimi məsələlər, iddialar irəli sürür. Amma mən böyük şəkildə, böyük həcmdə Donald Trump'ın Rusiyanın KGB-si olması versiyasına inanmıram. Ona görə ki, Amerika Birləşmiş Ştatlarında da Trump bu səviyyəyə qədər böyüdüb gətiriblər və heç şübhəsiz onun Rusiya ilə münasibətlərində, əgər belə olsaydı, Rusiya ilə münasibətlərində müəyyən bir ştrix tapıb sübuta yetirərlər. Və bildiyimiz kimi Donald Trump uzun müddət Amerika Birləşmiş Ştatları Femidasının əlində qalmışdı və onu hər tərəfli yoxlamışlar. Və belə bir ciddi deyil, ən az bir yumuşaq şübhə tapsaydılar ya sübut tapsaydılar, bu Trump üçün çox ciddi məsələ ola bilər. Mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının əlində belə bir məsələ yoxdur. Ona görə yoxsa deməli Donald Trump təmizdir və onun Rusiya ilə münasibətlərini inkişaf etdirməkdə tamamilə başqa prioritetləri var. Bilirsiniz, Biden administrasiyasının Ukraynaya yardım paketi ayrılmışdı və iyun ayında da gələn ay həmin yardım paketi bitir. Donald Trump Ukrayna hərbi yardımları bərpa edəcəkmi? Məsələ arasındakı bərpa yox, davam etdirəcək, etdirməyəcəkdən söhbət gedir. Məsələ arasındakı bu günləri Trump'ı
düşündürən əsas məsələlərdən də biri elə Ukraynaya yardım etmək məsələsidir. Evet. Bildiyimiz kimi Amerika Birləşmiş Ştatları həm Avropa İttifaqına, həm də dünyanın digər ölkələrindən daha çox Ukraynaya yardım edirdi və Donald Trump isə təkcə Amerika Birləşmiş Ştatları deyil, hətta İsrailə belə yardım etməyə xəsislik edir və bütün dünyada olan yardımların qarşısını almağa çalışır və Rusiya ilə Ukrayna arasında münaqişənin həll olması, atəşkəsin əldə olunmasının əsas səbəblərindən biri məhz Amerika Birləşmiş Ştatlarının Ukraynaya edilən yardımı kəsməsi istiqamətində istəkləridir. Putin maraqlı bir məsələ toxundunuz. Putin bunu istəyir. Əgər Donald Trump yardımı dayandırsa, Putin atəşkəsə gedər. Atəşkəsə getməyəcək. Əgər yardımı dayandırmaq təkcə Putinin istəklərinin yerinə yetməsi deyil axı. Putinin atəşkəsə getməməsinin səbəbləri də tamamilə başqadır və Putin öz tələblərinin, öz şərtlərinin həyata keçirilmədikdə atəşkəsə getməyəcək. Birincisi, burada Amerika Birləşmiş Ştatları ilə Rusiyanın, yaxud da ki, belə danışaq da, Ukrayna, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə tamamilə başqa mövzuda söhbət edir. Amerika Birləşmiş Ştatları ilə Rusiyanın arasında atəşkəslə bağlı müəyyən problemlər var. Amerika Birləşmiş Ştatlarının istədiyi nədir? Xüsusən Donald Trumpın istədiyi nədir? Donald Trumpın istədiyi ümumiyyətlə atəşkəsə getməkdir. Atəşkəs olunsun, sonra isə digər məsələlər müzakirə edilsin. Axı bildiyimiz kimi atəşkəs Rusiya ilə Ukrayna arasında olan bütün məsələləri həll etmir. Və Donald Trump isə hesab edir ki, atəşkəs olunsun, tərəflər müzakirə masasına otursunlar və ondan sonra qalan məsələlər həll olunsun. Qalan məsələlər nədir? Qalan məsələlər Rusiyanın etdiyi tələblərdir, Ukraynanın bu tələblərə razı olub-olmamasıdır, Ukraynanın az qala 25%-in işğal olunması məsələsidir, Krım məsələsidir, Ukraynanın NATO-ya üzv olub-olmaması məsələsidir, Ukraynanın Avropa İttifaqı ölkələri, o cümlədən NATO ölkələri tərəfindən silahlandırılması məsələsidir və s. və s. Bütün bu məsələlər atəşkəsdən, Donald Trump hesab edir ki, atəşkəs əlində olunsun, sonra bütün bu məsələlərə müzakirə edilir. Çox maraqlı, Vladimir Putin Donald Trumpın bu istəklərinə, bu təkliflərinə baxmayaraq atəşkəsə getmir. İstanbul danışıqlarında da birinci raundda bilirsiniz, ABŞ nümayəndə heyətini kənarda saxladı və Putin də geniş şəkildə Kiyevə hücumlar həyata keçirir, puallarına, raketlərinə. Putin bununla nə demək istəyir? Putin onunla o demək istəyir ki, siz atəşkəs istəyirsanız, mən atəşkəslə razı deyiləm. Nəyə görə atəşkəslə razı deyiləm? Ona görə ki, siz mənə yol xəritəsi verin ki, təsdiq edin və zəmanət verin ki, atəşkəsdən sonra hansı məsələlər müzakirə olunacaq. Ya da ki, Putin atəşkəsə o zaman getmək istəyir ki, artıq onun üçün qarşıda duran məsələlər aydın olsun. Məsələn, buna bu işğal etdiyi torpaqlar buna verilir, verilmir. Hansı şəraitdə verilir, Krım məsələsi necə olacaq və bütün Donald Trump bu məsələləri saxlayır müzakirələrdən sonra, müzakirələr zamanında Putin isə deyir ki, yox, müzakirələr lazımdır. Mən atəşkəsə o zaman gedirəm ki, birinci növbədə mənə müəyyən olun ki, mənə qarantiya verin, zəmanət verin ki, atəşkəs əldə olunandan sonra mən o 4 regionu götürürəm, özümə birləşdirirəm, Ukrayna NATO-ya daxil olmur, Ukraynanı silahlandırmırlar, Ukraynanın ordusu 30 mindən yuxarı olmur və s. Bu ağırlaşdırıcı şərtlərdir. Ukrayna bunu qəbul edəcək. Ağırlaşdırıcı və maksimalist şərtlərdir. Və əks halda necə olacaq? Əks halda Putin müharibəni saxlamır və sizin də qeyd etdiyiniz üzrənləri Kiyevə hücumlar və Ukraynanın digər yerlərində kütləvi şəkildə dronların hücumları məhz onu göstərir ki, Rusiya dayanmayacaq və axıra qədər gedir. Və ABŞ neyəcək burada? Amerika Birləşmiş Ştatları, mən Trumpın maraqlı bir fikri var idi, onu təşkil etməyə xoşlayıram və bir neçə versiya təkrar eləmişəm. Trumpa sual verirlər ki, məlumdur, burada güzəştlər olmalıdır və həm Rusiya həm də Ukraynaya güzəştlər etməlidir. Ukraynanın güzəştlər göz qabağındadır. Sizin dediyiniz kimi, yaxud da ki, Rusiyanın tələb etdiyi kimi, Rusiya Ukraynanın 4 ərazisini alır və digər Rusiyanın şərtlərində yerinə yetirir. Bəs Rusiyanın güzəşti nə olacaq? Trump cavab verir ki, Rusiyanın güzəşti olacaq ki, Rusiya Ukraynanın digər ərazilərini işğal etməyəcək. Və təsəvvür edirsinizmi, əgər atəşkəs əldə olunmazsa, müharibə davam edirsə, Rusiya Ukraynanın digər ərazilərində işğal edir və Rusiyanı tamamilə işğal edir
və özünə birləşdirir. Yaxşı, Avropa Və Trump da bu dövlətləri- çox maraqlıdır. Trump da Putinin bu narrativinə inanır və bilir ki, əgər atəşkəs əldə olunmazsa Rusiya Ukraynanı işğal edəcək. Avropa dövlətləri mövqeyini burada. Burada Fransa var, Almaniya, Polşa, Böyük Britaniya. Bəs bunlar qoşun yeridərmi Ukraynaya? Bax, bilirsiniz, biz qeyd etdik Rusiya ilə Amerika Birləşmiş Ştatları, yaxud da ki, Ukrayna ilə Rusiya arasında olan narazılığı, yaxud da ki, fikir ayrılığını, yaxud da ki, razılaşma nədən ibarət olduğunu bildirdi və Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında da qarşıdurma var. Məhz Ukrayna ilə, yaxud da ki, Rusiya ilə münasibətdə qarşıdurma var. Bildiyimiz kimi Trumpın mövqeyi məlumdur. Trump bugün elə bu saat atəşkəsi əldə etmək istəyir və Rusiyanın mənafeyinə atəşkəs əldə etmək istəyir. Yəni, atəşkəs əldə olunur və Rusiyanın işğal etdiyi torpaqlar onda qalınır və Rusiya əlavə nə istəyir? Hamısı ona verilir, atəşkəs əldə olunur və hətta Amerika Birləşmiş Ştatları Krımı da Ukraynanın, Rusiyanın ərazisi kimi tanıyır. Amma Avropanın fikri tamamilə fərqlidir. Avropa deyir ki, bu günləri bu şərtlər daxilində, yəni Trumpın irəli sürdüyü razılaşdığı şərtlər daxilində müharibəni bitirmək Rusiyanın qalib gəlməsi deməkdir. Rusiyanın qalib gəlməsi deməkdir və bu illər ərzində Avropa İttifaqının Ukrayna üçün qoyduğu xərclər heçə gedir və çöpə atılır. Yəni Rusiya müharibədən qalib kimi çıxır. Üstəlik Ukraynanın 25% torpağı ərazisi olur və Ukrayna NATO-ya qəbul ola bilmir. Ukrayna NATO qüvvələri gücləndirə bilmir. Xarici dövlətlər, o cümlədən Avropa İttifaqı ölkələri Ukraynada hərbi qüvvə yerləşdirə bilmirlər və s. və bu Rusiyanın şərtləridir. Elə olan halda bu Rusiyanın qalib gəlməsi və yaxın 2-3 ildə Rusiyanın yenidən gücləndirilməsi deməkdir. Yox, Rusiya Ukraynaya qalib gəldikdən sonra bir neçə ildən sonra öz qüvvəsini bərpa edəcək və əvvəlki o cümlədən sanksiyaların, Rusiyanın tələblərindən biri Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən sanksiyaların götürülməsidir. Və sanksiyalar da götürüldükdən sonra heç şübhəsiz Rusiya çox qısa müddətdə nəinki öz əvvəlki gücünü bərpa edəcək, eyni zamanda daha yüksək gücə malik olacaq. Avropa İttifaqı ilə münasibətdə və Amerika Birləşmiş Ştatları münasibətdə. Və belə olan halda nə başlayacaq? Və Avropalıların fikrincə, indi bu nə qədər düzgün, proqnozlu, düzgün deyil, Avropalıların fikrincə Rusiya qısa müddətdən sonra, 3 il, 5 ildən sonra artıq güclənərək və Avropa İttifaqı ölkələrini işğal etməyə qalxacaq. Və Avropa İttifaqını narahat edən, qorxulan budur və ona görə də Avropa İttifaqı ölkələri Amerika Birləşmiş Ştatlarının bu planı ilə razı deyirlər. Rusiyanı bu vəziyyətdə saxlamaq planı ilə. Ona görə də Ukrayna, məsələn, sabahları Rusiya qoşunları Kiyevə yenidə yaxınlaşırlar. Böyük Britaniya, Fransa, Almaniya qoşun göndərə bilərmi Ukraynaya? Bilirsiniz necədir? Bu qoşun göndərmə məsələsi də Rusiya ilə artıq NATO arasında müharibənin başlanması deməkdir. Yəni bu Rusiya ilə NATO arasında müharibənin başlanması anlamına gəlir və Rusiyanın bu istiqamətdə də öz tədbirləri var. Bu tədbirlərdə təbii ki, Rusiya prezidenti və onun ətrafında olanlar, siyasi rəhbərliyi dəfələrlə deyib ki, əgər bu məsələ əgər Rusiyanın məhv olmasına, yaxud da Rusiyanın dövlət kimi bir aradan çıxmasına səbəb ola biləcəksə, heç şübhəsiz Rusiya nüvə silahından istifadə edəcək və məhz nüvə qorxusu da siz dediyiniz Avropa İttifaqı ölkələri, o cümlədən NATO ölkələrinin Ukraynaya qoşun yeridib Rusiyanın qarşısı almaq kimi lüksləri yoxdur. Yəni onlar bu istiqamətdə addım ata bilməyəcək və Rusiyaya birbaşa müdaxilə edə bilməyəcək. Onların bacara bildikləri, eləyə bildikləri sadəcə Ukraynanı silahlandırmaqdır. Var qüvvəsi ilə silahlandırmaqdır. Bu da ki, bildiyimiz kimi lazım olan səviyyədə deyil. Yəni Avropa İttifaqı ölkələri, o cümlədən NATO ölkələri baxmayaraq ki, Ukrayna istədiyi silahı verməyə hazırdır ki, Rusiyanın qarşısını alsın, Rusiyanın danışsın, amma onun əldə olan imkanları da lazım olan səviyyədə deyil. Və məhz buna görə də mən düşünürəm ki, Rusiyanın qarşısını Avropa İttifaqı ölkələri tərəfindən alınması mümkün deyil. Əgər Amerika Birləşmiş Ştatları qoşulmasa yardım etməsi. Amerika Birləşmiş Ştatları da vasitəsizlikdən əl çəkəndən sonra mən düşünürəm ki, Ukraynaya yardım etməkdən də əl çəkmək haqqında düşünür. Əgər Amerika Birləşmiş Ştatları Ukraynaya yardımdan imtina etsə, Rusiya, Ukraynada qalib gəlmə şansları varmı?
Rusiya indiki templə irəliləyirsə və Avropa İttifaqı Rusiyanın qarşısına Ukrayna üçün lazım olan səviyyədə silah çıxarda bilmirsə, təbii ki, bu mümkündür. Bu mümkündür ki, Rusiya qısa müddətdə olmasa müəyyən müddətdən sonra Ukraynanı işğal etsin. Amma qeyd etdiyim kimi, bu da Avropa İttifaqı ölkələrinin və NATO ölkələrinin Ukraynaya yardımının səviyyəsindən asılı olur. Əgər indiki şəraitdə, indiki formada, indiki miqdarda yardım edilərsə, heç şübhəsiz bu lazım olan səviyyədə deyil Ukrayna üçün və Rusiyanın Ukraynanı işğal etməsinə səbəb verir. Ona görə ki, müəyyən müddətdən sonra Ukraynada ruh düşkünlüyü yaranacaq. Ukraynada və Ukrayna siyahılarında ruh düşkünlüyü yaranacaq. Əgər Amerika Birləşmiş Ştatları isə lazım olan səviyyədə yardım etməyəcəksə və NATO və Avropa İttifaqı ölkələrində buna güc çatmayacaqsa, heç şübhəsiz bir xaos yaranacaq Ukrayna ordusunda və bu da Rusiyanın daha ciddi şəkildə irəliləməsinə, sürətlə Ukrayna şəhərlərinin boşalmasına səbəb olacaq. Təşəkkür edirəm Əlmusa müəllim. Çox maraqlı nüanslara toxundunuz. Siyasi baxış verilişinə baxdınız. Bugünkü qonağımız siyasi şərhçi Əlmusa İbrahimov idi.